Hər bürcün valideynlik tərzi fərqlidir. Bəziləri sərt, bəziləri mehriban, bəziləri isə sərbəst böyüdən ana və ata obrazında olur. Gəlin bürclərə görə ana və ata tiplərinə baxanaq. Enerjili, dinamik və övladına həvəsləndirici yanaşan bir anadır. Uşaqlarını sərbəst böyüdər və onlara müstəqil olmağı öyrədər. Amma bəzən səbirsiz ola bilər. Ata, idmançı və macərapərəst ata modelidir. Övladları ilə aktiv vaxt keçirməyi, onları risk almağa və cəsarətli olmağa öyrətməyi sevir. Ana, səbirli, qayğıkeş və fədakar anadır. Övladlarının rahat və təhlükəsiz şəraitdə böyüməsi üçün hər şeyi edər, lakin çox inadkar ola bilər. Ata, ailəyə bağlı və ənənəpərəst bir atadır. Uşaqlarının maddi və mənəvi baxımdan güvəndə olmasını təmin edər. Sərt ola bilər, amma ailəsi üçün hər şeyə hazırdır. Əkizlər, çox açıq fikirli və ünsiyyətcil anadır. Uşaqları ilə dost kimidir və onlarla maraqlı söhbətlər etməyi sevir. Lakin bəzən qərarsız və dağınıq ola bilər. Ata zəka və məntiqlə hərəkət edən atadır. Övladlarını geniş dünya görüşlü böyütmək istəyir, amma qaydalar qoymaqda çətinlik çəkə bilər. Hərçəng. Ana, ən qayğıkeş və fədakar analardan biridir. Uşaqlarını hər şeydən qorumaq istəyər və emosional bağları güclü olar. Bəzən həddən artıq müdaxiləçi ola bilər. Ata, ailəsini hər şeydən üstün tutan və həssas ata modelidir. Çox qoruyucu ola bilər və övladlarının hər bir hissini paylaşmaq istəyər. Ana, uşaqlarına güclü və özünə inamlı olmağı öyrədən bir anadır. Onları daim dəstəkləyər və liderlik qabiliyyətlərini inkişaf etdirməyə çalışar. Xarizmatik və özünə inamlı atadır. Övladlarının istedadlarını üzə çıxarmağa kömək edər, amma bəzən çox tələbkar ola bilər. Dəqiq, planlı və intizamlı anadır. Uşaqlarına düzgün tərbiyə vermək üçün hər şeyi ən incə detallarına qədər düşünər. Amma bəzən həddindən artıq tənqidçi ola bilər. Ata, praktik və məsuliyyətli bir atadır. Uşaqlarını ağıllı, çalışqan və nizam-intizamlı böyütmək istəyir. Tərəzi, zərif və mehriban bir anadır. Uşaqlarına sevgi, harmoniya və ədalət anlayışlarını aşılayar. Lakin qərarsız ola bilər və bəzən qaydaları tətbiq etməkdə çətinlik çəkə bilər. Atostiana münasibət quran və uşaqlarının fikirlərini dinləyən bir atadır. Onların sosial bacarıqlarını inkişaf etdirməyə çalışar. Əqrəb, güclü, qətiyyətli və sirli bir anadır. Uşaqlarına fədakar sevgisini göstərsə də, çox qısqanc və dominant ola bilər. Çox dərin duyğulara sahib bir atadır. Uşaqlarını güclü və emosional cəhətdən dayanıqlı böyütmək istəyir. Amma sərt ola bilər. Ana, macərapərəst,